Gözəl insanlar, salam, hər vaxtınız xeyir olsun. Elə biləcəm mahnı oxuyuram, şeir deyirəm. Tökülü belə. Nəysə, 76-dan davam eləyək düz 150-yə kimi. Sürətli danışsam, sürəti azaldın. Yavaş danışsam, sürətdən derin. Nəysə, have a race, istirahət eləmək, burası düzdür. Bizdən nə istəyir? The article nəyi var? Səhvi var. Don't stay outside in the cold, in the rain, in the sun, in the light, in the hot. Bunları yadda saxlayın. It is a pity. Once a year, twice a year, three times a year, a week, a day fərq eləmir. D-də hər şey düzdür. Zero article burada var. Bu da deyir oğlan, deyək ki, o da bir oğlan var. Həmişə utanırdı böyüklərlə danışanda. E düzdür. Bir restoran vardı sinemanın yanında. Qərarı aldı ki, orada nahar eləsin. Təbii ki, dinner, breakfast falan qabanda sifət yoxdursa, heç nə vermirik. Story sayılan tək isimdir. Burada nə oldu cavab? B. Sayılan tək ismin E'si yoxdur. E'si yoxdur. E'si yoxdur. B, D arasında qalır. A close of mine. A close friend of mine. Əslində burada düzəliş eləmək olar. Bu qeyri-müəyyəndir, bu müəyyəndir. Biz öyrəşmişik. A friend of mine, yəni o baxımdan tamam, a friend of mine'ı götürün. Amma ma elə gəlir ki, D-də düzdür, arkadaşlar. Mənim öz şəxsi fikrimdir. Yəni mənim dostum da. Orada bir dostum var, o oğlan göstərdi, tanıdığı ki, mənim dostumdur. Müəyyəndir. These, that, at the close friend of mine. Mənim öz fikrimdir, düz ola bilər. Nəysə. A friend of mine söhbətinə görə deyək ki, burada B-dir. Deyək ki. İmtihanda düşsə zaten onu seçəcəksiniz. İndi, hava deyir ki, şaxtalı idi, gecə şaxtalı idi, gecə soyuq idi, nə bilim nə idi falan. Sən nəyin soyuq, nəyin isti olduğunu bilirsənsə, zaten o sənin üçün müəyyəndir. E'si odur ki, müəyyəndirsə, the article-ını ver. From head to toe. Bu bir ifadədir. Başdan axıra qədər. Yəni, başdan ayağa qədər, belə deyək. From head to toe. E'siz. The'siz. Ona görə D variantı düzdür. Oflu ifadə, burada D article okeydir. Deyir kişiyə, məsələn, bir hadisə baş verib. Danışır, kontekstdən bəllidir. Bu kişiyə deyir, kömək eləmə ideyası öz-özlüyündə pis ideyaydı. Bir şey demirəm, hər şey yerindədir. Deyir, bir neçə il əvvəl Parisdə yaşayanda özümə bir dənə, yəni hər gün filan qəzetdən bir dənə alırdım. Eyni qəzetin eyni kopyasını demir. Hər gün bir kopya alırdı. A copy, a piece of, a pair of, a slice of. Yəni bu ifadələr birisi də tək-təkcə every, one, nəysə də D deyil burada. Yəni gündə bir dənə alırdı. Every evening, hər axşam. Yəni hər gün. Seyimə görə də D orası okeydir. Orada bir problem yoxdur. Uzun sözün qısası B variantı burada nədir? Səhvdir. Məncə A'dır. Hər ki A'da bir problem çıxmadı. Yeni oflu ifadə olduğuna görə D article olmalıdır. Yegənin burada da olmalıdır. Çünki evlərinin itkisi ilə. To be on duty olur. Da olmur. Go to bed, go to work buraları düz. A famous American traveler. He was first to reach. Yada saxlayın. To be'nin formalarına sonra bu şəkildə. First falan gələndə article vermirlər. Okay. Hər nəysə, lat deyək ki, orada da article olmalıydı. Hər nəysə. Amma sabah qabağıza bu söz çıxsa, şimal qütbü, cənub qütbü, onlar həmişə də article işlənir. Çünki bir dənə şimal qütbü var. Bu yer məkan deyil, o xəyali toçqatla nöqtədir, bilirsiniz. Bir də South Pole. The ilə işlənir. Yegəndə söz önüsü də ətdir. Bunu qeyd edin, sabah gələcəkdə lazım olsa. Nəysə, burada A variantı biraz uzun çəkdir. Meal düzdür. Amma hansı vegetables həmin meal-ı, yəni yeməyin içindəki vegetable'lardan danışdığına görə burada D article olmalı idi. Oflu ifadədir E yox D. Capital'da bizcə paytaxt şəhər deməkdir. Ondan bir dənədir. D ilə işlər. Tower Bridge saxlayaraq da zəhləm gedir bu adlardan, tikirlərdən. Vozdan sonra E okeydir. The youth of Great Britain. Oflu olduğuna görə D düzdür. Have the yox a better life. Have-dən sonra bilirsiniz də. Sayılan tək isim gələndə E article-ını verir. Yəni var mənasında. D-ni verməyəcəyiz burada. D odur ki, filan şey məndədir. Okay?
vurğuluysan. Life'dakı burada sırf Great Britain'a ait ya da bunun gəzlərinə ait həyatdan danışır. Ümumiyyətlə general anlamda həyatdan danışmır. General olsa bilirsiniz, saim ismi olacaq. Bunun qabağında the article düzdür. Because burada da the sun. Burada da bu olmalıdır. Tamam mı? Deməli belə çıxır ki, burada cavab nə olacaq? C variantı. Yəni bu körpü adlarıdır, nə bilim nə adlardır. Birində verirlər, birində vermirlər. Bunun yerinə mən dəqiqləşdirib deyərəm. Bəzi tikirlərdə məsələn eləsi var verir, eləsi var vermir. Yəni mənim öz şəxsi fikrimdə imtahana belə şeylər salmamaq daha yaxşıdır. Yəni deyib dünyadakı mən tikirləri, körpüləri hamısını bir-bir əzbərləməliyəm ki, görüm hansında nə olur, hansında olmur. Çox mənasız şeydir. İndi biz buradan sadəcə digər variantları çıxdıq deyə biz tapa bildik ki, görək. Burada C variantında məsələn Tower Bridge D ilə işlənir, yoxsa işləmir. Bir də onu tam dəqiq bu saat həll eləyək. Bəli, D artiklı olmayacaq. Yəni düzdür, bizimkilər deyir ki, ay gör adam adı olanda olmur, nə başqa addan törəyən də olur. Boş-boş şeylərdir. Bir də görsə elə də olur, belə də olur. Yəni xüsusi qayda deyil, salmasalar daha yaxşı olar. Üstünlük dərəcəsinin qabağında D artiklı olur. Demək ki, burada problem yoxdur. Cricket iqra deyən oyundur. Oyun adlarının qabağında ümumiyyətcə artikl olmur. O zaman B ilə Y variantı arasına qalsınız. İngilislər tərəfindən adlandırılırsa the English olmalıdır. Yəni mən oxuyub tərcümə eləməm də. İngilislər tərəfindən nədir? The greatest game adlandırılır. Yəni hər şey düzdür. Mən bir də səhvlərdən gəldim. Yeməyi yedi, hansı yeməyi? Vegetable'lı. Ümumiyyətlə içində vegetable var idi. Bunu bayaqçı cümlə ilə qarışdırmayın. With nəyin qısalmış forması? Which had. Siz də bilirsiniz ki, have has haddən sonra cəm isim, saim isim gələndə var mənasında. Article verilmir. Bunun reduction olmuş versiyasıdır. Tak ki, with'dən də sonra cəm və saim gələn article vermişsiniz. Bu şəkildə. Məsələn, uzun burnu olan, nə bilim, qalın qaşları olan, nə bilim nə. Silent tək olanda with'dən sonra an, cəm və saim yanında boşluq. Hər nəysə. Filan yeməyi yedi. Üstünlük dərəcəsinə görə də the article'ın tamam. Sıra sayına görə the article'ı tamam. Gedib həyatında ömründə ilk dəfə Christmas tree, yolka ağacı görüb. Bu da tamam. Yəni hələ ki səhv yoxdur. İngilislər kofe dəmləyə bilmir, yaxşı dəmləyə bilmir. Bəli, restoran sayılan tək isimdə ən azından qabağında an artiklı olmalı. Amma bu situasiyada da an yox, d artiklı olmalı. Çünki restorandan çıxanda düşündük ki, ingilislər kofe dəmləyə bilmir. Düz deyir. Deməli, hansı restorandan? Hardan ki çıxırdı, beynində fikirləşdi ki, orada gedib görüb ki, yaxşı kofe dəmləmirlər, xoşuna gəlmir. Bax, o restoran. C variantımız səhvdir. Driver car, burada bir problem yoxdur, maşın sürmək. Başqa qeyri-adi bir şey görmürəm. A few days, bir neçə gün sonra oxu zalına daxil olma. Offlu olduğuna görə the article vermişəm. Bir də public library, zaten bir dənə olduğuna görə orada the article'ını yerləşdirib. Burada da mistakes deyir. A lot of, burada bir problem görmürəm. Günəşin qabağında the article'ı görmürəm. Göydə bir dənə göy qurşağı görmürəm. Sky okeydir. Yağış yağdı, yağışdan sonra hər şey okeydir. Deməli, 1 ilə 2-də problem yoxdur. 3-5, 3-4-ə baxacaq. To be-dən sonra sayılan tək isim gəldiyinə görə E article və with-dən sonra saymayan gəldiyinə görə heç nə vermir. Deməli, 3-4 düzdür. Yəni 4 düzdür, sorry. O da 3-5-də problem var. Bəli. Would you like to be an English teacher at college, at school, at university? Əgər sən orada teacher sənsə, school'un, college'in qabağında article ehtiyac yoxdur. Hə, belə-belə işlər. Sən orada deyir ki, müəllim olmaq istəyirsən, yəni müəllimsənsə, istəyirsən ol, fərq yoxdur, istəyirsən olacaqsan, fərq yoxdur. Bu tip isimlərin qabağında article verməyəcəksən, qardaş. Onca 3-5, B variantı. Əndi verib, sol tərəfdə D-ni vermisənsə, ikinci tərəfdə verməyinə ehtiyac yoxdur. Yəni, burada problem yoxdur. Dünya the article ilə, o düz, bizdən yeri mistakes deyir. Sifət var deyə biz breakfast'ın qabağına E vermişik. Sifət var deyə supper'ın qabağına E vermişik. Bu da düzdür.
Beach'in qabağında the article olmalıdır. Bu səhvdir. Yəni bizdən sonra saymayan isim var. Chicken burada yemək adı olacaq ehtiyacı yoxdur. Yəni ümumiyyətcə Jen with salad with coffee for nədir bu? Dessert fərq yoxdur, yemək adlarıdır. Hər şey yerində. The ground floor, first floor'da the article okeydir. Köhnə bir, qədim bir evin. Çayın da karşısında the article. Hər şey yerindədir. B var ya, B yoxsa C? C səhv çıxıb, amma B işarə edirəm. Üzrlü say. Məndə belə şeylər oldu. Cavab C'dir. Seaside the article'ıdır. Bunu yadda saxlayın. Dağ, başqa dağlar deyəndə həmişə the article verin. Yəni bu necə deyim, post office, restaurant, metro, park, zoo, cinema, theater, the mountains, the seaside, the weather, standartda the sky, the sun, the article yapışdırırsın. Bridge people kifayət. The bridge də deyə bilərsən, bridge people da deyə bilərsən. Amma orada problem the weather budur. The wind budur. Wrong number sayılandı. Ya the ver ya da e. Got a wrong number, got the wrong number. Normalda qeyd edə bilərsən. Wrong sözün qabağına adətən the article olur. Amma number'dan ikisi də okeydir. Sky the'dir. Amma bildiğimiz sky ilə danışın. Yəni kainatda bir dənə, ölçədə dünyada bir dənə. O sky tamam the'dir. Amma o yanında başım üstündə mavi bir səma var. Yəni bu şəkildə vurğulamaq istəsə eni ver. Problem deyil. Yəni belə yenə sifət ver. Eni ver. O şəkildə, o situasiyada olar. Amma konkret səhv. Səhv deyəndə, yəni səhv 1, 2, 3. Tamam. Hamısı bir dənə D variantı okeydir. Olsun. Bizdən zaten düzü istəyirmiş. Tiger. Bu pişik kimilərin ən möhtəşəm olanıdır. Tək bir tiger bütün bir sinifə bəzlədiyinə görə the article verməlisin. Have common sense. Have sense ya da have common sense. Article ehtiyac yoxdur. C variantını yadda saxlaya bilərsiniz. Niyə? Bir şey təkrarlayanda neyini biz de article'ın veririk də? Nəyə təkrarlı? Bu kartonu. Bizdə var məsələn bir şey görə zəhrimara qalsın. Nə söyürsən? Yəni zəhrimara qalsın nə deyirsən? Məsələn telefonu yandırmaq istəyirəm, düzəltmək istəyirəm, zəhrimara qalsın. Yəni nə zəhrimara qalsın? Telefonu deyirəm. Bu da deyir, yəni bu kartonun kutunu aça bilmirəm. Üzü istəyirəm, zibilə qalmış. Yəni nəyə söyür? Kartonu. Yəni təkrar edir sanki bu sözlə. Ona görə də article okeydir burada. Qeyri-adi şeylər çıxar qalırsa, imtahanda belə düşməz. Biraz advanced, prosto silməmişəm. Bunları özüm saxlamışam, maraqlıdır. Bədən üzvlərinin qarşısında sözünü verəndə the article-ını yapışdırın. Bir dənə belə pizzadırsa problem deyil. Amma pizzadan yedinsə sadəcə pizza deyə bilməyəsən. Amma salat ümumiyyətlə sayılmadığına görə qabağına boşluq yapışdırasın. Və ikinci tərəfdə də yenə salat təzdən təkrarladığı üçün the article-ını verməmisən. Ona görə səhvdir. Ofludur, nə bilim sıra saydı, tamam. Bu da the article okeydir. Holiday sayılan təkdir, e'si yoxdur. Tamam. To be in bed okeydir. Bir də qəzet adlarında qeyd edə bilərsən. The article işlənir. Tərcümədən gələn yox. Belə, direkt. Sunday Mirror qəzet adı. The article-ın qeyd edilmiş olur. Sıra sayıları tamam. İngilis dili deyək ki, sinfinin tələbələri. Müəyyən, hardan bilən müəyyəndir? Çünki deyək ki, bundan tənəffüs eləyir. Kimi tənəffüs elədiyini bilirsənsə, demək o sənin üçün müəyyəndir. İkincə, have a break olmalıdır. An hour and a half, bu da düzdür. 1 saat yarım deməkdir. Neysə, on the day of a race, of the race. Niyə? Deyir, yarış günündə. Yarış günündə deyəndə yarış sənin müəyyən ucu. Deyir, çoxlu adam gəlmişdi. Çoxlu adam gəlmişdisə, qardaş, deməli o yarış sənin üçün müəyyəndir. Müəyyənsə D-sini verdi. Bir də bildiyim qədərilə go to, come to, даже go to da olmur, go skating falan filan. Məncə burada da article olmamalıdır. Neysə, bu fishing falan. İndi düz bu skatingdə go ilə olmadığına görə, come-dan olduğuna görə to tamam da, amma məncə
Orada article da olmamalıdır. Oradan düz olsa zaten bu yandan səhvdir. Bu nədir? Yəni bir səs eşidir. Heç a noise. Bir dənə səs gəlir. Hə. Qeyri-adi heç nə yoxdur. Tamam. O zaman E variantımız düz olsun. A talk, düzdür. Have a talk. The weather, düzdür. Anna'nın soruşduğu suallar. O suallar idi ki, hansı sual? Yenə onu təyin edən bir söz var. Paul'un cavablarını bildiği suallar. Yəni arda hansı suallar cavabını bilirəm. Yəni hansı deyəndə Anna'nı soruşduq. Bir də hansı suallar yenə Paul'un cavabını bildiği suallar. Yəni hansı sualın verib, hansı deyib cavabını ala bilirsənsə, orada the article'ını verəcəksən. Yadda saxlayın. Before Christmas bayram adlarında article vermişsiniz. A wonderful party. Aha. A wonderful. Yani have'den sonra silent teçsim. Okay. A party. At school orası da okeydi. There's a hair. Supun içinde, yemeğin içinde tamam. A hair var. Ve boşkapta çiçliydi. Hansı boşkap? Yemeğin oğlu boşkap. Her hansı bir boşkap yok. Həmin boşkap. A knife. Bu ne? Çok çətin cümlədir abi. Neyse. Səhv burada D variantıdır. Buradan qeyd eləyin. Səhra adlarının qarşısında mütləq və artiklı vermək lazımdır. Burası düzdür. Parta aid oflu ifadədir. The fog was so o qədər sıx idi ki, duman. Deməli, nəyin sıx, yumuşaq olduğunu bilsənsə, o sənin üçün müəyyəndir. The article. Other side yox, the other side verməliyik. 89-cu test. C-də nə deyir? Qoy B-ni təzdən bir dənə tam deyim. Deyir ki, yolun o biri tərəfi. Bu yoldur. Yolun neçə tərəfi var? Bir sağ, bir sol. 2. 2-dən də bir çıxanda neyiniyir? O biri qalır. Bu bir tərəfi dumanlıdır, o biri tərəf işıqlıdır məsələn. O biri. O biri incisi nə demək? The other. Pişiyimin adı da o biridir. Düz neçə dənə pişik var həyatda? Birinin adını o biri qoymuş. O biri ingiliscə deyil. O biri ingiliscə deyil. Azərbaycanca o biri. Nəyəcə pişiyin adını qəşəng çıxır. O biri, o biri. Nə əlaqəsi var? Əlaqəsi yoxdur. Onun görə zəhmət çəkinməyə qulaq asın. An episode, an in my life. Düz, I had to spend, bax, whole month. Mütləq ya ya da the vermək lazımdır. In the country deyəndə kənddə. Kənd anlamında mütləq the article-ın vermək lazım. In the afternoon, in the morning, in the evening orası okeydir. The wind o da okeydir. To be in difficulties orada bir şey yoxdur. Hər şey düzdür. Harda? Əsas meydanda. Azadlıq meydanda. Square sayılır. Article en azından E'si ve E'ni verəndə də mənasız olur. Onun üçün müəyyəndir. Falan yerdə deyil, nümayiş vardı. Arkadaş, nümayişin olduğunu bilirsəniz. Bunu niyə qeyri-müəyyən etsin? Demək, onun yerini də bilirsən. Yerini də bilsənsə müəyyənləş. Yəni, D verməz. Takşır cavab da D artiklıdır. D variantıdır. İndi bura baxaq. Yenə mistake deyir. Biz demək bu jumble testlərdən. What a beautiful. What'dan sonra silent təşkim tamam. Nida cümlələrində. Harda divardır. Nəyin harda olduğunu bilsəniz, o da müəyyəndir. Bu okeydir. Without silent təşkim ever düzdür. Burada səhvlik var. Bir dənə deyir, əskinazı verdi, yəni pul verir. Amma neçəliyi əskinazı idi? 10 dollarlıq. Note'un silent təşkim. Note'un E'si yoxdur. Bax, B variantı səhvdir. Üstün dərəcəsində D, Mississippi D, dünya D. An hour and a half, bir saat yarım deməkdir. Do shopping, ehtiyac yoxdur heç nəyə. Get home, go home, heç nə yoxdur. Yəni olmamalıdır. An apple a day keeps the doctor away. Bunu əzbərliyin yadda saxlayın. 9-un sözlərini öyrənəndə görəsiniz. Yəni sağlam qalmaq lazımdır. Yəni meyvə tərəvəz adam sağlam saxlayar. An apple a day.
həkimi səndən uzaq tutar. Belə bir şey idiomunu yadda saxlayın. On a bright January morning. Morning. Hər hansı bir yanvar. Yanvar 31 gün. 31 gündən hər hansı bir səhəri. Sifət də var. Ona görə E-sini verib. Telefon dayanmadan zəng çalırdı. Telefon dayanmadan zəng çalırdı. Hansı telefon? Ofisdəki telefon. Yəni müəyyən. At the first, at first. Bu bir ifadə yadda saxlayın. A place, burada problem yoxdur. Deyir, hər hansı bir ağaca dırmaşmaq, hər hansı bir dağa dırmaşmaq qədər, yəni kimi deyil də, elə bir şey deyil. Hər neysə. A tree a mountain, bu da B. A tree a mountain, silent edge, okeydir. Yenə eyni şey. Harada deyil, iradə varsa, orada yol var, çıxış yolu var. Silent edge. Həm də biz də to birdən sonra silent təşsim gəlində E-sin verməliyik. Sıra sayı the article. Çay adları olsaydı Z. Amma hər hansı bir çayın yanında dayandılar. Qərara aldılar ki, düşərgə saçılır. Yəni make a camp. Bunu da yadda saxlayın. Neysə B. Deyir ki, burada fərqli 3 A, B, C. 3 dənə cümlədən fərqli situasiyalar. Diqqətlə qulaq asasınız, tutarsınız söhbət. Once a week orası düzdür. Tamam mı? Gəlirdi evi təmizləyirdi. Yəni mən olduğum evi. Burası da düzdür. Burada bir şey demirəm. Səhv budur, imtihana da salmışdılar. Neysə. İndidən deyim. Səbəbini deyim. Knowledge əslən saymır. E-yə ehtiyac yox. Amma sifət verəndə E-sin yapışdıracaq. Neysə. Birinci cümlənin anlamı budur. Deyir ki, fermadan həftədə bir qız gələrdi. Ümumiyyət, bir qız. Yəni bu Əli də olardı, Vəli də olardı. Mən qız deyib Əli Vəli deyirəm. Yəni nəsə də. Sara da olardı, Ceyni. Yəni ümumiyyətcə bir qız gələrdi və evi təmizləməyə kömək eləyərdi. Tamam. İndi B-yə baxaq. Deyir, fermadan eyni cümlə dərsə. Yəni bir qız gələrdi. Birində yazıb ki, once a week. Tamam, o bilsə də once a week. Birində yazıb ki, came. Birində used to came. Yazıb ki, used to came. Eyni şeylə eyni məna ifadə edir. C-də də deyir ki, ümumiyyətcə fermadakı qız, fermadan olan qız, oradan gələn qız həmişə gələrdi və təmizləyərdi, ya da kömək eləyərdi. Yəni okeydir, problem deyil. D səhvdir, indi E-yə dedi, bu addır heç. Getdi bara, bar nədir? Bar bizim yəni düşüncəmizdə bar, diskotek, o bar deyil, bar. Elə o diskotekanın içində bilməm də nədir sonra, mən ömrümdə olmadığım yerlər. Bu İçkini deyib, xardan sifariş verirlər, putulkalar, zadları üçün odur. Bar odur, o piştaxtlar. Ondan da zaten bir dənədir. Deyəm, Əli, çıx daskaya. Əli gəlib qonşu sinifin daskasına çıxmayacaq ki. Hansı sinifdən? Oradakı daskaya çıxacaq. Bu da elə, getdi bara, yaxınlaşdı bara. Tamam mı, əyəndi? Və bir dənə pivə zakazı verdi. Okey. D variantımız səhv. If sözü olanda, burada the article-ın yapışdırın. Sonra, some of the students və burada yadda saxlayın. Determiner keçəcək növbəti dərslər, əvəzi falan. Bu determinerlər of-la verəndə ya da əvəziklər. Of-dan sonra mütləq determiner göstərmək lazım. Burada göstərmədiyinə görə səhvdir. Yəni, the, those, these, my, your, his, or və s. A, D arasında qalırıq. At school yoxsa at the school. Əgər orada tələbəsənsə, təbii ki, at school deyəcəksən. A variant. Combullar bitti. Şükranlarımı sunarım. Combullar bitti. Sahara. Səhra adıdır. Və artiklını yapışdıracaq. Bu yanda nədir? Arabic. Dil adlarında artikl olmur. A variant. Deyir, yolu keçəndə, məktəbin qarşısında yolu keçəndə bir fil gördüm. An elephant. Məktəbin qabağıdır, o da yolda bəllidir. Cavab E var. Özünüzdən qeyri-adi şeylə fikirləşib, qeyri-adi. Nədir bunun adı? Variantdan seçməyin, xahiş edirəm. Hərfdən sonra sayılan tək isim gələndə ən artiklını yapışdıram. Disease. Xəstəlik adlarında olmur. Amma xəstəlik demək, ad deyil.
Xəstə olduğuna görə də nədir? Xəstəxanadasan. Tələbə olduğuna görə universitetdəsən. Şagird olduğuna görə məktəbdəsən. Artikla ehtiyac yoxdur. E və boşluq. A variantı. Okay. Bu da mistake. Yəni bu jumble-lar gəldi. Mistake istəyir bizdən. Komandamız gol vurdu. Scored a goal. Gol vurdu. Ne? İki golu eyni anda vura bilməzsə birini vur aslında hər halda. Və maçı qazandıq. Hansı? Gol vurduğumuz maç. Sifət olduğuna görə bu yeməklərin qabağına E artiklını yapışdırdım. Və günə, hansı günə? Breakfast elədiyimiz günə. Hansı günə? Bu bəllidir olsun. Hələ ki düzgündür. Bayda sonra nəqliyyat vasitələri gəlində artikl vermirik. By air, by sea. Voice silent təksimdir. Have həsəddən sonra silent təksim yəni E-yani artiklını veririk. Queen Elizabeth. Bilirsiniz. Gəminin adıdır. Adam deyil. Niyə? Deyir təyyarə ilə gəldin, yox dənizlə. Bu da dəniz səyahətidir. Əla bir səyahət keçirdik də neysə. Harda? Queen Elizabeth'də. Bu adam deyir ki, adamın belinə çıxıb dənizdə səyahət eləsi deyir ki, demək ki, bu znaçı bu gəmidir. Gəmi adlarını da qeyd eləyin. Həmişə the article olacaq. Cavab da C'dir. Həvdən sonra silent təksim E. City center'dan bir dənədir. The, go to work, article vermirsiniz. Baydan sonra nəqliyyat vasitəsi, article vermirsiniz. Üstünlük dərəcəsi the. Məktəbə gedir neysə, article vermirsiniz. Eldest, oldest, üstünlük dərəcəsi. The eldest üstünlük deyil, ən böyük deməkdir. Yəni orada oxuyursansa, heç nə verməyəcəksən. Heç nə cavab C'dir. De ümumiyyətlə Çin yeməyi, indi mən də deyəm ki, Çin maşınları nə alsana 1000 manat, 1000 manat. Vaxtilə elə idi, elə gəlirdilər. İndi konkret Çin maşınları ilə gəlirlər. Britaniyada hər yerində, bütün yəni mesela restoranlarda Çin yeməkləri məşhurdur, belə deyim də, çox yayılıb. General danışın. General saymayasın, general cəmsi. Artikla ehtiyac yoxdur. Demir Britaniyadakı restoranlarda məşhur. Elə cümlə deyil. Ümumiyyətlə Britaniyada Çin yeməkləri nədir? Məşhurdur. Belə bir şey deyir. İndi bura baxaq. Diqqətlə. Fransızca. Fransız dilində. Dil addan qaçda artikl verməyəcəyiz. Zaten cavab çıxdı ki. Neysə. A variantı. Bu dişdə silent təksimdir. Xörəkdir, xörək. Deyir, Beef Wellington adlı İngiliz xörəyinə oxşuyur. An English dish, an English meal. Polar bears, arı nədir? Ayılardan daş. Over half a ton, yarım tondan çoxdur. The largest. Carnivorous, yəqin düz oxudum. Hər nəysə, üstünlük dərəcəsi olduğuna görə də article verim. Bu da yəqin ki general anlamda olduğuna görə, baxın, var. Çünki niyə generaldır? Cəmdədir. Ümumiyyətlə deyir ki, male polar bears cəmdə götürdüyünə görə. Və general götürdüyünə görə də nədir? Boşluq verəcək. O zaman B'dir. Mən dediklərimlə buradakılardan hansı ya da kitabın nədir bu? Materialın arxında verdiğim cavabı üst-üstə düşməsə mənə deyərsiniz. Ola bilər ya cavab sürüşməsi eləyim ya da ağzımdan belə çıxır. Nəsə deyərsiniz. Oflu olduğuna görə də artiklı verəcəm. The rise of artificial intelligence, ümumi danış, süni intellekt. Ehtiyac yoxdur artikla. Onda cavab elə aymış. Yəni oflu olduğuna görə yəqin burada da deyil. Yəni üstünlük dərəcəsi sıra sayı soruydu. Tamam, bu asan. Oflu olduğuna görə də artiklı verirəm. Buna çıxdım, bunu çıxdım. Oflu olduğuna görə dördüncü yox, üçüncüdə də the olmalıdır. Yenə A variantı. Freedom, boşluq. Yenə oflu, ofdan gəlir. The political system of the nation, the culture of the nation. Əslində yaxşı olar ki, ikinci tərəfdə təzə the artiklını verməyək. Çünki and vermisənsə təkrara ehtiyac yoxdur. Amma neysə. Elə bir variant da gözümə dəymir. Ona görə yenə A. If you look at nəyə? Bilmədiyin, tapmadığın bir dataya baxa bilməzsən. Qeyri-müəyyən ola bilməz bu. Burada da vergül. Neçə də bu 103. Onca B'de arasında qalarsan. The data from the last, ən sonuncu. O zaten the istəyir.
notes a steady increase, ikisi də düzdür, in harda? Global temperature. Maraqlıdır. In the global temperature yoxsa in global temperature. İndi bu dünyada bir dənə global temperatur varsa, ümumi götürəndə, yəni bəlli bir temperatursa D. Yox, bu müəllim bu sayılmayan isimdir, general danışıramsa, onda boşluq. Mənə də maraqlı gəldi. Dənə tam dəqiqləşdirək. Bəli, general götürəsiz ümumi anlamda. General, sayılmayan isim kimi. Necə ki, pollution falan filan anlamda götürürsünüz. Bunda hər hansı götürürsünüz və article yapışdırmırsınız. Düzdür. Hansısa bir bəlkə kontekst falan nə bilim necə, amma əlaqəsi yoxdur. Global temperature. İşte şayət arxada bunu B götürsəm, siz onu avtomatik D eləyin geçsin. Patience, ümumi danışır. Ümumiyyətlə səbir deməkdir. Boşluq olacaq. Is often virtue. Bu fəzilət deməkdir. Bunu saxlayalım yadda. That distinguishes. Məncə burada vice müdriklər deməkdir. Müdriklər. O birisi impulsive, onun əksidir. Müdrikin yəqin axmaqlar mənası olar hər halda. Gəl oradan gələk. The vice, the impulsive. The vice, the impulsive. Elə bir variant var? Var. Patience-in qabağına boşluq versən, virtue sayılan tək isim kimi götürsəm, bir fəzilət deməkdir, bir xarakterdir əslində. Əslində fəzilət xarakter deməkdir. Bunu yadda saxlayın. Okay? Xarakter. Xarakter də sayılan isimdir. Fəzilət də sayılan isimdir. Sayılmayan da var neysə. Amma yaxşı xarakter anlamında sayılan isim kimi götürün. Yəni bir fəziləti, bir yaxşı bir xarakter o anlam. Götürsəm, onda sayılan tək isim to birdən sonra E-ni verməliyəm. O da burada var, burada var. Zaten A-nı çıxmışam. Əgər müdriklər demək istəyirsənsə, onda D-ni verəsən. The artiklını versin. Burada da verməyib deyə səhvdir. Tamam, olsun B. Pensilin deyək ki, dərmandır. Necə ki, xəstəlik adları falan. Artikla ehtiyac yoxdur. Amma 2 dənə mən of görürəm. Bir də sıra sayı görürəm. Uyğun gələn the, boşluq, the. Bu gəlir. Of meds, bu da general, dərman, tip deməkdir, fərq yox, tip. Ehtiyac yoxdur. Bəli, cavab yedi. Truth, indi bilmirəm, yəni. Sənin mənə dediyin həqiqətdən danışır, mənim sənə dediyim düzdənmi danışır, yoxsa ümumiyyətlə general anlamda olan truthdan danışır. Okay? Onun üçün biz cümləni axıra qədər neyniyək, oxuyaq, görək, nə deyir. That most of people. Məncə burada yenə istənilən halda yadda saxlayın. Əvəzliyi ofla işlədəndə mütləq orada determiner verməliyəm. Görək düz deyirəm, yoxsa yox. Bunları ilk dəfə daha izah edirəm. Okay? Demək ki, burada mən truth deməyim biraz məntiqsizdir. Böyük ihtimal bu C verəcək, amma yenə də axıra qədər oxuyaq. Və burada oflu ifadə deyir. Oflu ifadə. Fikir verin. Hoca burada da D verməliyəm. Onda belə sonra burada da D verməliyəm. Deyək ki, birincini bilmirik. The, okay. Axırca təbii ki, müəyyəndir. Ümumiyyətlə davamlı cəhd deyir. Tamam, buradan gəlir, uyğun gələn. Onda bir dənə çıxır ki, C variantıdır. Okay. Olsun. Amma onu yenə də dəqiqləşdirmək lazımdır. Sentencedictionary.com saytı var. Truth'a görə nədir? Düz deyək, to tell the truth deyəndə zaten orada the article'ın verir. Baxıram, məsələn, bəzən verirlər, bəzən vermir. Nə qədər burada example'lar var. Həm verir, həm vermir. Yaxşı olar ki, verməyək. Verməmək daha məntiqlidir. The truth is that, ya da truth, məncə truth is that daha məntiqli. Most of the people underestimate the power of consistent effort. Yəni, ikinci ilə üçüncüsünə the olan zaten bir dənə variant var, ona görə. Amma məndən olsun, mən bunu dəyişərəm. O truth'un z'sini də yiyərəm. Dəyişəcəm. Neysə, yəni bu izahda belədir. Yəqin sizə atmışam.
ya da atacağım. Sonrakıları da atacağım. Neyse, attıklarım heç, atacaklarım da düzelmiş forması olacak. Oflu bu değildir. Bu da bir problem değil. Ancient Greece, qədim Yunanistan. Bu ölçü adıdır. Yəni ölçü adına mən nəsə verməyimə ehtiyac yoxdur. Laid foundation, o zaten bize verib. Bu hazırdır. For Western intellectual tradition. Tradition bir de sayılır. Ya da heç şey olmasın. Situasiya zaten tutursan. Yəni qərbin intellektual ənənəsi. Bilinməyən bir şey olması mümkün değil. Yəni qərbin intellektual ənənəsindən danışdıq üçün situasiyanın tutduğu bu C variantı olacaq. Yenə nə qədər oflu ifadə verir bizə. Role of a teacher da deyərəm. Bütün teacherlar əvəzləsə the teacher da deyərəm. Hətta cəmdə verib teachers boşluq da verə bilərəm. Hər şeydə bir problem yoxdur. Burada ama olmayacaq. Çünki knowledge ümumiyyətlə sahilimə ehtiyac yoxdur. Curiosity, bu da istək, arzu, bilmə həvəsi, nə bilim, merak demiş. Students, general anlamda students da böyük ihtimal burada da heç nə verməyim. Yəni belə bir variant varsa, var. Ümumiyyətlə bir müəllim götürüb, hər hansı bir müəllimin rolu nədir? Knowledge ötürmək, curiosity oyatmaq kimdə tələbələrdir. Yəni belə də gəlir çıxır D variantı. Bu maraqlıdır. Man and nature bu general anlamda hər hansı bir mən demir. Ümumiyyətlə man and nature, insan və təbiət arasında. O yüzden mən buranı boşluq seçəcəm. Planet bəllidir. Bu da oflu olduğuna görə Z verim. Qaranlıq qalan birincidir. 2 ilə 3-cüsü boşluq, 4 ilə 5 Z. O da cavab çıxır. A ilə bir arasına qalsın. The harmony. Ya da ümumiyyətlə harmony. Hansı harmony? Məncə buna yapışdırmaq olar. Bura Z artiklını yapışdırmaq olar. Hansı harmony? İnsan və təbiət arasındakı harmony. Mən bura arkadaşlar fikrim düzdür qalsa da orada. Mən burada the artiklın neyini yaram? Yapışdırarım. Çünki bəllidir. Ümumiyyət harmony between no. Elə ki burada of kimi yanaşırsınız. Mən elə başa düşdüm. Ona görə B-ni götürəm. Səhv desəm deyərsiniz. Sonra onu düzəldərəm. Burada məsələn E hərfi artiklını yazaram ki səhv çıxsın. Bax bu a moment da demək olar. The moment da demək olar. Amma onu birazdan biləcəyik. Düzdür, situasiyadan asılıdır. Ümumiyyətlə a moment da olar. Necə a piece of falan o anlamda deyirəm. The moment da olar. İndi oflu olduğuna görə D vermək daha məntiqlidir. Amma neysə, saxlayam yada. Truth yenə qabağımıza çıxdı. Düzdür. Və burada da idi var. Burada da anda əndə var. Deməli bu hadisə olub. Situasiya baş verib. Situasiya baş verdiği üçün arkadaşlar truth həqiqətən var. Tamam mı? Truth həqiqətən olduğu üçün burada da artiklını yapıştırmaq məntiqlidir. Tamam. İkinciyə the olan bunu çıxım. Bunu çıxım. Hər halda bunda çıxacaq. Moment sayılan isimdir. Deməli, it was a moment deyir. Bir həqiqət vaxtıydı. Tamam. Of the truth. Tamam. When reality. Hansı reallıq? Deməli, bu situasiyanın içindəki reallıqdan danışır. O reallıq bizim üçün nədir? Müəyyəndir. Müəyyənsə orada nə yapışdırmalıyam? The artiklın burada da verməliyəm. Verdim. Onda bunu yox. Bunu seçtim. Demək, cavab hazırdır. O tarafı ne olur? The illusion. Tamam. Bu da oflu olduğuna göre D. Success ümumiyyətlə general danışır. Of success. Illusion. Biraz da boşluq. Geldi D variantı oldu. İndi 11'e baxaq. Climate change, the climate change, climate change. Mənə elə gəlir ki, sadəcə climate change olmalıdır. Mənə elə gəlir ki, sadəcə nə olmalıdır? Climate. Necə ki, global warming deyirsiniz, global temperature deyirsiniz. Eləcə də climate nə? Change. Eyni şey olacaq. Böyük ehtimal. Hər neysə. Climate change, the climate. Neysə, indi biləcəyik.
Burada the article'ını yapıştıraq. Burada the article'ını yapıştıraq. Görək hansı olacaq. Tamam. Burada var, burada var. Burada olmayanları çıxıram. Üçüncüsü, yani ikincisi, sorry. Burada the, burada the. Biodiversity, biyoçeşitlilik, generaldır, ümumiyyətlə danışır. Bax, bu da problem yaranır. Niyə? Məndə maraqlı, niyə climate change-dən də article verdilər. Climate change. Neyse. Yani aynen C arasında kalırım. Climate change remains one of the biggest threats to biodiversity on the earth. Bunda sentence dictionary'den yoklama olar. İndi yazıcı müəllim, sentence dictionary nədir? Qayda, qrammatika şey değil. Ümumiyyətlə sözü yazırsan ora. Tamam mı? Sənin üçün oyla bağlı internetdə example varsa çıxar qabız. Məsələn, climate change yazıram. Bəli, climate change, hamısı climate change. Yəni, the article olmamalıdır. Düz demişim. Cavab A variantıdır. İndi dediyim kimi. Ola bilər də, yəni mənim verdiyim cavablar burada üst-üstə düşməyən olsa, mənə mütləq şəkildə neyin? Xəbər eləyin. Ability, bacarıq. Bu inability də olar, the ability də olar. Okay, to adapt, to change. İndi situasiyadan biləcək, bu general danışır, yoxsa yox? General danışır, ümumiyyətlə dəyişikliyə, adaptasiya olmaq üçün ability-dən danışırsa, the ability to change. Çünki change həm sayılır, həm də sayılmır. Sayılmayanda da general anlamda okeydir. Tamam mı? Ve is to be. To be'den sonra sayılan tek isim. Var belə variant? Var, gəlir. Yəni, uzun müddətli sağ qalma, ümumi danışır, survival. Bir sağ qalma, iki sağ qalma. Təbii ki, onu saymaq məntiqsizdir və burada bir variant olur. Patience, discipline, curiosity. Bunlar samimi isimdir və general danışdığı üçün boşluq. For scientific discovery. For scientific discovery. İndi biz bilmirik bu discovery'ni general kimi götürür, yoxsa yox. Onun üçün cümləni oxuyub anlamaq lazımdır. Səbir, nizam, intizam və istək, arzu, bilmə həvəsi, merak fundamentaldır. Yəni əsaslı, vacibdir. Nə üçün? Elmi kəşf üçün. Tamam, bu da general yanaşır. Ona görə də hər hansı bir elmi kəşf biraz məntiqli çıxır. Ümumi danışdığı üçün nə olacaq? Böyük ihtimal sayma isim kimi götürülür. Discovery burada. Ki onda Cambridge'den yoxlaya bilərsiniz. Və burada da article gərək neynəməyək, verməyək. Onda cavab nə olacaq? B variantı olacaq. Mən onu sizin üçün Cambridge'den yoxlayaram. Problem deyil, gedişatda. B variantı. Oflu olduğuna görə nə olacaq? The justice. Justice yox, sorry. Justice system. Yox. Of country. Əgər bu sənin öz ölkəndirsə, the country. Hər hansı bir ölkədirsə, a country. D, E, D. Üçü də var. Tamam. Reflects more. Yəni oflu olduğu üçün D. Üçüncüsü the olmalıdır. O da var. Allah Allah. Onu dördüyə. Of society. Normalda society arkadaşlar, discovery hem countable'dı hem de uncountable'dı. Yani düz demiş. Arkadaşlar burada biraz dikkatli olun. Society sayılma general qabağında article olmur. Ama dikkatle bakın. The society. Hansı society? It covers. İdare ettiği, hükümranlık ettiği, nezaret ettiği, yönettiği society müəyyənləşdirir. Ümumiyyətlə cəmiyyət demir, özünün cəmiyyət. Müəyyənləşdirdiyi üçün orada nə verib? The article. The hamısında var. Neyniyim? Aynen Y variantı eyni variantdır. Yəni, ümumiyyətlə bir ölkənin ədalət sistemi
idarə elədiyi cəmiyyətin üzərindəki nədir? Əxlaqi dəyərləri əks elətdirir. Belə bir cümlə qurur. İş orasında burada aynen dedi eyni. Qalsan arasında. Neysə, bunda düzəldərik 114. Oflu olduğuna görə burada the article-ını yapışdırdım. Texnologiya ümumiyyətcə general anlamda article-a ehtiyac yoxdur. Oflu olduğuna görə the article-ını yapışdırdım. Human mind. Human mind. İndi bu adam nə bilsin ki bu mind generaldır, yoxsa yox. Baxaq cümləni. Texnologiyanın inkişafı həmişə insan ağlının demək ki, generaldır, sahiməsin kimi yəqin ki götürüblər, ya da bilmirəm. Ya da insan ağlından bir dənədirsə, o şəkildə də yanaşa bilər. Əgər mind sayılan isim kimisə, bütöv bir sinifə bənzəyirsə, de. İndi birazdan biləcək. İnsan ağlının təxəyyülün tərəfindən şəkillənir. Belə deyil. Deyəsən, 1 ilə 2-yə baxaq, D boşluq olan bir dənə A çıxır. Onda cavab A çıxdı. Bu da human mind. Söhbət yenə mənim beynimi dumanlandırdı. Ona görə mən yenə dictionary-yə baxacağım. Görüm, əgər human mind həqiqətən boş şəkildə verilirsə, biz onu götürəcəyik. Yox, the human mind. Nə, qəribədir. Düz deyiblərmiş. İndi bura baxın. Bunda həqiqətən çətin suallar da. Yəni, sizə elə belə gəlməz. Deyim də, neçə testimiz var idi, bilmirəm. 100-dən ya da 110-dan o yəni. Deyəsən 101-dən, 101-dən 150 arası həqiqətən çətin testlər. Yəni, əzbəri bu nasıl bu gəldən hilib söhbətlər deyil. Fikriniz ancaq məntiq gəlir orada. The experience. Oflu olduğuna görə the article-ın attım. Nə experience? Müharibə deyir experience. Tamam, indi bu müharibə olub ki, bu hadisələr keçmişdə də olub ki, D-ni verib deyir. Bəzi sayılan isim olduğuna görə qabanı boş verəmirəm, tamam. Söz cavab çıxdı. Birinci tərəfdə də görürsünüz burada. Birinci tərəf yox, ümumiyyətcə burada nəsə yenə görüm gəlir. Hə, gəlir. Birinci tərəfdə görürsünüz burada şey var. Oflu olduğuna görə D verirəm. Orada boşluq verə bilmirəm. Aha. Sorry, bu ikisi arasında qalsın. Sayılır. Üçüncü səhvdə sayılan ismin qabanı, yəni Wayne, boşluq verə bilmirəm. Qalır C. Pis də generaldır, ümumiyyətcə sülh deməkdir, tamam, hər şey okeydir, yerindədir. Bu asan oldu. Research ümumiyyətlə sayılmır. Qabana yəni article vermirsiniz, bunu yadda saxlayın. Amma deyək, hansı research? Harvard komandasının, deməli o müəyyən, o heç keçirdiyi, nə bilim, apardığı bu tədqiqat, həyata keçirdiyi tədqiqat, o müəyyənləşdirdiyi üçün ona nə yapışdıram? The research. Harvard team. Deyib bir nəyəsə, nədir bu? Linkdə, əlaqə. Əlaqənin üstünü açdılar. Deyək ki, bir sir açdılar. Neynə? Yuxuyla memory, yaddaşın qayıtması ya da yaddaşın nəyəsə, məncə elə başa düşün. Yuxu. Bu da generaldır, sayılmayan kimi götürürük. Yəni, hər hansı bir yuxudan danışmır. Ona görə yaxşı olar ki, boşluq verəsiz. Bu asan oldu. C variantı. Yəni, oflu olduğuna görə burada D article verəcəm. Və fikir verirsiniz. General, burada bir fikir var. General bir idea var. Onda saymayan isim ələ general olaraq qalırsa, qabanda nə olacaq? Boşluq. Yəni, ümumiyyətcə, negotiation, danışıqlar. D-dən sonra boşluq gələn cəmi 2 dənə variant var. Gəl obisində çıxaq, bizi çaşdırmaz. Qardaş, niyə sildin? Başına dönüm. 2 dənə variant deyirsən. Bağışlayın, arkadaşlar. A ilə D arasında qalırıq. Aha, bax, burada mənə yanıldan bir şey var. Görüm, yanıldan həqiqətən. Yox, yanılmır. Biraz yanıldı. Empatiya və məntiq. Bunlar da general baxdığıma görə boşluq verəcəm. Niyə yanılacaqdım az qala? Bayaq bir cümlə gördük. O da nə ilənsə nəyin arasında belə bir söz var idi. O müəyyənləşdirdi. Amma burada müəyyənləşdirmədi. Niyə? Məntiq və empatiya arasında bir balans tələb edir səndən. Hər hansı bir balans. O mənada. Amma bayaqçı illa müəyyən idi. Yəni situasiyadan asılı olan bir şeydir.
Yoxsa deyəcəkdim burada niyə balansın qabağında D verməyib? Nəyinsə arasında deyə də. Okey. Cavab A'dır. Bu asaddır. Bunu biz harda keçəcəyik? Sifətdə. The more söhbətlər. The more complex society bilirsiniz ki, vermir. Amma bayaqki tema başqaydı. Deyir, idarə elədiyi society. D, boşluq D. İki variant da var. Bu. Okay. The greater its dependence on trust and cooperation. Ma elə gəlir ki, bu trust sözü ilə bunu qarışdırmayın. Heç bir əlaqəsi yoxdur. Ona görə ma elə gəlir ki, bu da saymaya, ya general, bu da saymaya general götürüldüyünə görə A vermək lazım. Bu qədər sadə. Human brain. Bu da zaten human mind kimi yəqin ki bir şey olacaq. Bir dənə olduğuna görə. Is capable of incredible. Bak bu of değil. Of bir anda olsaydı diyerdim. Bu solunda of siz saçmaz. General. Baktığına göre budur. Of bak burada var. Sağında of varsa solunda D'ni ver. Bir de failure. Mesela general anlamda failure. Uğursuzluq. Yəni ümumiyyətlə cümlələrə də baxıram. General yanaşır. Neyse D boşluq. D boşluq. İşte bir dənə variant adı. Soru arkadaşlar. Ah. Bayağı vaxtımı apardı bunlar. Globalization. Globallaşma. Global warming. Climate change. Bunlar article yapıştırmayın. Pollution. Ne bileyim ne. Cəmdə ümumi isim. Challenges cəmdə ümumi isim. Ama müasir hansı ekonomi? Müasir yani indiki, hazırki. Ondan da bir dənədir. Buna D'ni yapıştırardım ben. İşte B. O zaten B gəlir. Bir dənə B ilə D arasında qalsın. Bu bellidir. Yani indiki, müasir dövrdəki ekonomiyan deyir. Oflu olduğuna göre V. DNA structure. Maraqlıdır. DNA strukturası. Acaba bundan bir dənədirsə, bir dənədirsə D yapıştırmaq olar. Onu birazdan biləcəyik. Birdən sonra sayılan tək isim E'ni gəl yapışdıraq. Zaten burada üçüncüsü E olan burada var, burada var. Amma birincisi D olan A ilə C arasında qalırıq. Zaten hər şey uyğun gəlir. A ilə C eyni variantdır ki. A ilə C'də hər şey eynidir arkadaşlar. Neyniyək? Bunu da dəyişərik. A və C 122 düzəldərik. The more söhbətidir. Birinə psychology ehtiyacı yoxdur. Human behavior ehtiyacı yoxdur. D. Niyə yoxdur? Yəni insan davranışı, psixologiya, yəni bunlar elmdirsə, fəndirsə, hər nədirsə bunlarda article olmayacaq. Eləncə də bir dənə zaten cavab A olur. Bu tərəf qaldı. İnternet həmişə the article yapışdırmaq lazım. Learning, communication. Bunlar mən bildiyim qədər standartdır. Bunlar da article. Speaking, writing ehtiyac yoxdur article'a. Tool. Tool sayılan isimdir. Qabağın boş qoymaq olmaz. Boş buradadır, boş buradadır. Bəli, özü to be formalar become'dan sonra sayılan tək isim gəlində mütləq şəkildə nə etmək lazımdır? An article'ını yapışdırmaq lazımdır. The internet has become an indispensable tool for communication and learning. Cevabı adı. Okay. Freedom of. Boşluq. Sorry. Of olduğuna göre de article'ını vermək lazımdır arkadaşlar. Of the press. Birazdan bilərik. Democracy ehtiyacı yoxdur. Oflu olduğuna göre burada D verirəm. Bunu çıxdım. Burası belə olmalıdır. O da cavab gəlir C. Of press. Maraqlıdır. Ona görə burada yazmaq lazım. Press. Görək. Press'te ne yapıyorlar? Əslində press mənə də maraqlı gəlmişdi. Niyə? Çünki press həmişə D ilə işlənir. Bəli arkadaşlar, mən zaten elə düşünürdüm. Ama burada boşluq çıxır cavab.
freedom of press, of the press olmalıdır Məncə də elə olmalı. Neyse. 125'i düzəldərik. Burada mütləq the article olmalıdır. Of the press is essential for the functioning of democracy. The foundation eləyəcək. Democracy cavab açıq in the of the protection of individual rights general. Individual rights niyə general olur ki? Başına dönün. Bayaq belə bir test elədik. Düzdür. Orada əslində belə çıxmış. Burada niyə belə olur ki? Bilsiz niyə deyirəm? Ofludur da. Ofludur. Tamam, bura the freedom. İndi bu and var da. Onu belə bu da buna aiddir də. Burada da the article'ın ver də. Elə deyil. Hətta dedim ki, and olduğuna görə ikinci tərəfdə verməyə də biləsən. Burada belə bir variant çıxmır axı. Nəsə bəyənmədim bunu da. Neyse 126'ını da düzəldirəm. Cavab açıqmanın adı, amma düzəltmək lazım. Yəni burada the article, boşluq, general anlam. Demək ki, müasir. Ümumiyyət, ekonomiya, culture, yo, ofludur qardaş. Ofludur. Görə burada nə seçib səncə? Gəl baxaq. Yəni mən olsam, oflu olduğuna görə artıq bəllidir. Planetimizin the economy, culture and politics. Bir dənə zəyini vermək, hamısını aid eləmək deməkdir. Görək burada necə seçib. Məsələn, B uyğun gəlir. Amma hamısına the article verdiyi variant var. O da var. İndi burada ya da o birisində elə seçir. Məsələn, burada deyək ki, baba burada, baba bu imini burada. Bura z'ni verib. Bu birisində verməyib. Əslində birincidə verməlisən, ikincidə verməməz. Köklü, burada bir yanlış bir şey yok. Bayaqçı başqa bir test edib, buna oxşar. O da biraz fərqli idi. Bu da götürüb belənçidə verib. İndi qardaş, bu adam hansına inansın? Bu testləri mən ChatGPT ilə düzəltmişəm. Düz baxmağına baxmışam ümumi cavabları işarə eləmək üçün. Amma demək ki, ChatGPT nəzərə almır bu şeyləri. Almaq lazımdır. Oflu olanda, buranı vermirsən. Buranı da vermirsən. Burada vermək kifayət eləyir. Elə baxanda cavab gəlir, B variantı çıxır. Yox, buradakı testlərə nəzərən girəndə o cavab Y variantı çıxır. Bunu da düzəltməliyəm. Tak ki, mən bildiyim variantdan eləyəcəm. 127-də, 26-da və s. Əslində belə getmək maraqlıdır. Leadership, liderlik, filan şey, sənət, peşə və s. Bunlarda artikla ehtiyac yoxdur və oflu olduğuna görə burada nə yapışdırılan? Siz öyrəndiniz ki, of görəndə the artiklını yapışdırasınız. Düz imtahanı çox sadə düşür, amma yenə də. Mənim testlərim həmişə fərqlənməlidir. Demək ki, çox çətindir. Düşünməyə sövq etsə əladır. Vision, vizyon, empathy və courage. Bunlara heç nə ehtiyac nədir? Yoxdur. Amma vizyon deyəndə, vizyon 2 dənə yol var. Bu yine general anlamda danışdığı üçün saymayan götürəsi, saymayan kimi də general olanda zaten ehtiyac yoxdur. Amma mənim bir vizyonum var desən, I have a vision. O da eyni yapışdırmalısın. Yaxçı. Ne oldu? D variantı oldu. 29'a gedək. Ayda nə qədər oflu tema var burada. İndi scientific innovation. Innovation deyəndə hər hansı bir kəşf yoxsa ümumiyyətlə general yanaşır. Hər hansı bir yenilik deyir yoxsa general danışır. Bilmiyorum. Birazdan bilərik. De istəkdən asılıdır. Bu zaten ehtiyacı yoxdur. Bu da general norms, ümumiyyətlə oturuşmuş normalar, qaydalar, hər neysə generaldır. Boşluq yəni. Nə oldu? Son 2 dənəsi boşluq olan cəmi bir dənə variantımız var. Onun da birincisi the article deyil. Yəni aləm dəydi bir-birinə. Birincisi the ilə başlayan
iki variantımız var. A, D. Burada zaten ben 1, 2, 3 diğer ikincimiz. Üçüncüye boşluq qoymuşam. Onda da gəlir. Bu çıxır. 129'da A çıxır. Scientific innovation. Gəl bunu E eləyək də. The success of a scientific innovation. Yəni hər hansı bir elmi inkişafı ya da nailiyyət tez-tez aslı olur. Hər hansı bir deyəndə, hər hansı. Nə bilirsən, hər hansı bir nailiyyət. Bəlkə aslı deyil, orası da var. Onda bunu saymayan kimi götürürlər. Onu da yoxlamağa dəyər. Çox maraqlı suallar var arkadaşlar. Bəli, general götürəndə deyir, article vermə. D, boşluq, boşluq. Və niyə axırda the article vermişik? Orası mənə maraqlıdır. Niyə? Çünki oturuşmuş normalar deyir. Kimin üçünsə bəlkə bu oturuşubdur, bilmirəm. Amma general danışırsansa, niyə cəmdədək, niyə orada the article verməlisin? Ben baxdım 2 dənə burada example gəldi. Birində reality, birində the article-ın veribdi. Adjust any diversion from the established norms. Gəl biz də verək də, nəysə. Boynumuz qıldan incədir, uyğun gedək. Oflu olduğuna görə preservation qabanda the article verdim. Cultural heritage, məncə ora heç nə ehtiyac yoxdur. Onda cavab çıxır. D, bir də boşluq. Hər etdim o tərəfə də baxaq. Burada da the, humanity, tamam. Bu da yenə oflu olduğuna görə burada da the. Tamam, bu düz gəldi. İndi bu hansı innovation? Bayaqçı innovation da ümumiyyətlə deyir. Yoxsa mən bir kəşf eləmişəm. Yəqin ki, generaldır. Çünki baxıram. Çünki ümumi danışır. Etikasız. Etika zaten qabanın etinə ehtiyac yoxdur. Elm, fən, yəni bu tipli şey psixologiya, bu tipli ehtiyac yoxdur. Etikasız innovasiya asanlıqla təhlükəyə çevrilə bilər. Bundan da sonra, become'dan sonra sayılan təşkillərdə article yapışdır. Zaten eləncə cavab çıxır. Bu da es olan budur. Of olduğuna görə burada da the, nəysə bu da alındı. Rönesans dövrlər periyodda bilirsiniz də the article uzun testlərdən sonra, yəni uzun deyəndə bir oflu görəndə bir də belə əzbələ Rönesans məsələn dövr. Deyir ki de. Yəni normalde bu testlərin hamısını 101-dən başlayaraq məntiqlə çıxartmağa çalışırıq. Cəmi 2 dənə əzbələ şey, bir oflu, bir də bu. Nəysə, burada da article verəcəm. Niyə? Çünki of var. 1, 2, 3, 4. 1 ilə 4-cüsü the article olan. Burada yoxdur. Yoxdur. Burada var, burada var, burada var, burada var. Məntiq ehtiyac yoxdur burada article. Onda cavab nə olur? A var. Belə çıxır burada the article verməliyim. Niyə? Gəl oxuyaq, anlayaq. Deyir ki, qeyd elədi, ya da üstünü çizdi, ya da ortaya çıxartdı, nəsə də transition, hansı transition from the medieval mindset, orta ağıl dünya, yəni orta dünya ağlından belə deyək. Bir xət, keçid elədi. Tamam. Oflu, bu oflar bəsdir də, nə bezdim mən. Scientist alimdir, qabanda boşluq verəmirəm. A scientist is not just to find the truth. Bunu qardaş gördük bayaq. Truth'da de yapışdırmışlar. Biz də məcburi burada de verə İngilizcə çıxacaq ki, burada da olmayacaq. Neysə. To serve humanity with knowledge. Axırıncı 2 boşluq olan zaten bir dənə bu var. Allah sizi mən nə deyim? Nə deyim qardaş? Həqiqəti deyil tapmaq. Deyəcək ki, bu Salimiyan isim kimi generaldır. Yəni cavab gəlib B çıxır. B-də də Trusun qabağında Z artikli yoxdur. Halbuki biz bayaq sizlə sübut elədik ki, Trusun qabağında Z artikli verirdilər. Görür, burada da vermir. İndi mən Trus sözlə təzdən baxmalıyım. Həm var, bax general yanaşıb, yoxdur. Amma olan bir şeydən danışır, var. İndi burada oxuyanda mən general anlayırım da, tamam başa düşdüm. Bayaqçında niyə vermişdi, yaxşı. Sizin də ağlınız bayağı qarışacaq. Deməli, turist sözü general anlamda işləndiyi üçün saymayandır. Saymayansı da general anlamda işləndiyi üçün qabanda boşluq verirsiniz. Alındı mı B variantı? Alındı. Yaxşı. Əl çək. Yoruldum. Az qalıb.
Qardaş, yaxşısı belə. Bunda elə hamısı off-dan başlayır. Bura Z-ləri yapışdırım əl çəksimizdən. The progress of modern civilization. Bayaq modern economy gördük. Götürüyor da the article verdik. Görək burada nə olacaq? Elə bir şey olacaq yoxsa yox. Gəl bu yandan başlayaq. Offlu olduğuna görə, burada da offlu olduğuna görə. 1, 2, 3. Pastanda bir dənədir. 3, 4, 5. Future'dan da bir dənə. İkincini bilmiriksə, qalan hamısı Z olan cəmi bir dənə variantı, o da ad. Onda belə deyək, modern civilization qabağına article vermir. Amma mən buna inanmadığıma görə o sözdə yazıb dəqiqləşdirmək istəyirəm. En azından sizdən paralel öyrənirik ki, civilization. Bəli, Z article yoxdur. Amma məntiqsizdir. Bilirsiniz niyə? Mən modern economy deyir, Z-ni verir, modern civilization deyir, vermir. Bak qardaş, modern economy açdım, bəli, orada Z-ni veribdir. Elə cümlə var ki, verməyib, elə cümlə var, verib. Demək ki, həm versən, həm vermirsən. Amma burada verməyəsən. Marallıdır. Bu incisindən hər şey marallı. Müasir dünya qardaş ver geçsin, deyəcək ki, verməm. Mən verirəm, mən heç də baxmaq istəmirəm. Knowledge verməyəcəm. Wisdom verməyəcəm. D, boşluq, boşluq. Şükür sənə, ya Rabbi. Burada cavab çıxdı. Əlləşib vuruşmuruq. Gəl, burada verməyim. Bax, general danışıdır, research də sayılmır. 2 ilə 3 boşluq olacaq. Yaxdır, yaxdır, yaxdır. 2 ilə 3 deyil. 2 ilə 3 boşluq olan zaten bir dənə variant var. C variantı. Success in scientific research requires patience, funding. Okay, tamam. Justice. Cultures. Historical period. Cavab çıxdı. Belə özünü çeyləyəndə rahat tapsan. Nəyin ki, belə fikirləş, axtar. 19-cu əsr century sıra sayı olduğuna görə yapışdırmaq istəyirəm D article. Offlu olduğuna görə D article. Offlu olduğuna görə D article yapışdırmaq istəyirəm. Society bildiyimiz qədər sayılmır. Amma off'a aiddir də working class'ın no. Bu buna aiddir, bu buna. Mən ola bilsin bayaq yanlış fikir verirdim. Tamam. Birinci, ikinci the article olan. Society sayılmayan. Dördüncü Z olan, sonuncu boşluq olan variant. E variantı çıxır. Amma məntiqsiz bir şey alındı. Çünki working class sayılır. Qabanı boşluq verə bilməyəcəm. Təzdən. Demək ki, bir fərqli yanaşı. 19-cu əsr burası düzdür. Çıxdıq. Şahidi oldu doğumuna, yaranışına. Düzdür, nəyin? Bildiyimiz ümumi cəmiyyət demir. Sənaye cəmiyyətin, yəni yeni bir cəmiyyət yaranır. Bu anlamda sayarıq. Tamam. An industrial society və nəyin doğuşu? Klası sahib, yəni sayılandısa, qabağını boş qoymayacaq. Məsələ orasındadır. Offlu olduğuna görə burada da verəcək. Yəni işləyən təbəqənin ya da sinifin ortaya çıxması, təşəkkülü. Heç nə variant. Şükür Allah, son sayfaya gəldik. Sən Allah, speak truth yox, speak the truth olsun. Sən Allah. Əl çək day məndən. Cah belə olsan, cah elə olsan. True leader sayılanda qabağına boşluq vermirəm. Face'in qabağına 1, 2, 3. Üçüncüdə D article verəcəm. Zaten dedim bir köməyil, o da heç nə eləmədi. Courage article verməyim. Amma to speak the truth deyir. Orası mənə çalışdırır. Cəsarət. Hansı cəsarət? Həqiqəti söyləmə cəsarəti. İkisinə yox. The courage to speak the truth. Double the article. In the face of power. The power defines a true leader. Nəsə gözümə A variantı gəlir. Gözümə, yəni true liderin deyir. True liderin. Biləcək birazdan.
Yok, niye the power diyeyim? Power denen. True liderin karakterini ya da true lideri müeyyenleştirir deyir. Ne? Gücün ya da hakimiyetin üzüne həqiqəti demək cəsarəti. The courage to speak the truth in the face of power deyək ki, hakimiyyət belə genel anlamda tamam boşluq olsun. A dedim mən. A niyə götürürəm ki? Yox, college-in qabağında D article verdim. A niyə götürürəm ki? No, A yox. Hansı cəsarət? Həqiqəti demək cəsarət. Tamam. Buna baxım. The courage to speak the truth in the face of the power. Face of power. Bu da maraqlı. Çünki bu truth'u caq belə verirlər, caq elə verirlər. Mən nə bilim indi hansıdır. Çünki bayaq sizdən 50 dəfə baxmışım bu truth'a. D ilə də olub, Z-siz də olub. Maraqlıdır. Çünki 2 dənə variant gəlir. Z-sizdirsə, power da generaldırsa, boşluq qoy. Yox, bilinen, ümumiyyətlə, bilinen power'sa ki, bilinen power olmağı da biraz məntiqsiz cümlə general. Gəl D variantı seçin. Amma yenə bu truth söhbəti mənə əsəbləşdirir. Yenə də bu truth söhbəti mənə əsəbləşdirir. Arkadaş, caq belə versiniz, caq elə versiniz. Əl çəkin bu offlardan bezdim. Over the last, over the past. Bunlar zaten D'dir, əvvəli D, axırı D olan. Burada yoxdur, burada yoxdur, burada yoxdur. Emotional intelligence. The importance of emotional intelligence in the workplace has grown rapidly over the past 2 decades. İndi deyəcək ki, burada D olmalıdır. Çünki D iş yerindəki emotional intelligence-dən danışırıq. Xeyr. General danışırıq. Maraqlı deyil. Print and press. Gəl bunu offlayək. Bax. Modern world'da D verdik. Modern economy'də deyəcək belə olsun, cahil olsun. Modern nə bilim civilization'da verməmişdir. Modern communication'da nə verəcək? Mənə maraqlıdır. Nə verəsən var? Modern communication nə verəsən? Başına dönüm. Neyse, birincisi D article olan offlu olduğuna görə 1 ilə 3'ü Z olan variant. Bu da getdi. Bu da getdi. Bu da getdi. Print and press. Bu hansı pressed? Zaten bayaqçı press o da Z article olmalıdır. Çap mətbəəsi. Ona müasir kommunikasiyaya da mən Z verməliyəm. Onu da yoxlayarıq. Nə olacaq? Heç bir şey. Elə olsa cavabı B çıxmalıdır. Bəli, arkadaşlar. Müasir kommunikasiya söhbətində də article olmur. Bax, mən neyiniyim? Qalan belə. Çünki caq belə deyir, caq elə deyir. Onda burada article olmamalıdır. Amma press söhbətinə görə də article verirsənsə, onda burada cavab yoxdur. 141. Düzəlt. Bunu boşluq elə olsun B variantı. Və yazıram B'ni düzəlt. Tamam mı? Empatiya. Ümumiyyətlə bir keyfiyyət də deyir. Bir fəzilət də deyir. O anlamda. Bu da bu da general oldu zaten empatiya. Human leader. İnsan lideri. İndi lider sayılan isim olduğuna görə hər halda qabağına boşluq verə bilmərəm. Lider olar. Tanımadığım, yəni tanıdımsa D'dir. Burada da tanımadım. Çünki ümumi danışır. Amma bir də bu var. Sizə bilsək ki, vanın qabağına sifət olanda heç vaxt burada boşluq verə bilmərsiniz. Mən boşluq olan variantları seçirəm. Qalmışım zaten A ilə Y-nin arasında. Empathy is a quality that distinguishes a human leader from an authoritarian one. Authoritarian. Yani bir insan lideri digər birindən, herhalde yəqin ki bu olur, neyse. Boş yerə ən artiklını verməyib ki yalandan. Demək ki orada bir nəsə var da.
Sizin bu oflarınız mənə bezdirdi. En azından o var, nəsə tapırıq. Başka şey olsa tapmaq mümkün değil. Information. Şükranlarımı sunarım. Çünki generaldır. Artikla ehtiyac yoxdur. Way sayılan isimli qabağına boşluq verəməyəcəm. Deyək ki, bunu çıxdım. Away, the way, neyse. Neyse ne? Digital media. Bu da yəqin ki, general olursa biz için media, hal-hazırda müasir ingilisində general anlamda işlənir. Düz dedim, düz dedim. Ne olacak? Boşluq. D boşluq olan 2 tane variantımız var. Axırda da boşluq olan 1 tane variant qaldı. Onda cavab adı. Şükranlarımı sunarım. Kurtarmır qardaş bu. Kurtarmır. Yenə də artiklı verib. Hər halda bura boşluq olacaq. D boşluq olan 1 tane variant var. Şükranlarımı sunarım. O tərəfdə oxumuram. Creativity is a skill. Bu da yəqin ki, iyi versin. Bu da heç nə verməsin. Bu da heç nə verməsin. Bu da heç nə verməsin. Şükranlarımı sunarım. Bu da asan oldu C variantı. Bu da D ver. Qədim Roma yer adıdır. Artiklə ehtiyacı. D boşluq olan variant. Bir dənə bu variantı var. Tamam. Müasir binalar okey. Tamam. Oralarda düz gəlir. D. Bax bayaq belə bir şey gördük. Elə deyəsən bu cümlə idi, nə idi bilmirəm. O da balansın qabağına D artiklı verdi. Sonra bir dənə də balans gördük. Orada balansın qabağına E artiklı verdi. Görək bu da nə verdi? İnovasiya və ənənə arasındakı balans mədəniyyətdə verməyəcəm. Zaten axırı boşluğun 2 tane variantı var. Bu da oflu olduğuna görə bu da C verməli. Ondan gəlir çıxıb bu yox. Gəlib bu çıxır. Yəni C variantı çıxır. The balance between innovation and tradition qabağına niyə artiklı verməlisən ki? Anlamadım. Nə əlaqəsi var? Nə əlaqəsi var qardaş? Nə əlaqəsi var? Mən verərdim. Deyək ki, sən burada yaxşı C artiklı verməlisən, amma burada boşluq verir, boşluq verdi. D boşluq, boşluq. D boşluq var ya, var ya. D yoxdur. Yoxdur. Bunu da düzelt qardaş. Mən C variantından razı deyiləm. İnciməsin. AI inciməsin. Education general. Qabağına heç nə vermə. Bir imtiyazdır. Tamam, sayılansın kimi. Burada D artiklı ver. Burada heç nə verməyəsən. Çünki evrin qabağında artiklı olmur. Boşluq E, D boşluq. Nə yaxşı, nə yaxşı bunu düz yazıblar. Şükranlarımı sunarım. Son. İndi mən bilmirəm bu argument deyəndə hansı argumentdən danışır. İndi biləcək. Gəl buradan bilək. Burada da heç nə vermirəm. D deyək ki, orasını bilmədim. Birincisi ilə üçüncüsü the article. Bak, arkasındaki general anlamda logikten danışmır. Deməli, bu hadisə olub. Deyir ki, güc hardadır? Argumentin gücü, hansı argument? Bəllidir, nədən danışır? Deyir, səsdə deyil, onun arkasındaki məntiqin nə bilim nəyindədir. Məntiqində yox, ya da məntiqin nəmdə. Deməli, burada hamısı müəyyən olmalı. Bu zaten Z'dir, bu heç. Ortada da bir argument var. Bu da olsun Z. The volume of the voice, but not, yani not in the volume of the voice, but in the logic behind it. Yani həmin argumentin arxasında həmin deyir. Ki səs yox, məntiqdədir. Deməli, bunlar hamısı bir-birini neyini yiyir? Əslində müəyyənləşdirir. General bir şeydən danışmır. Elə bilim generaldır. Tamam, yaxşı. Burada heç nə verməyəcəm. Tübdən sonra sayılan təksim. Tamam. D boşluq E olan variant. Bu çıxır ama oflu olduğuna görə ofdan əvvəldir. Bu da Z. Qardaş, minds and hearts of people deyirsənsə, təzdən bu da Z verməyinə nə ehtiyac duyursan ki? Ay, ChatGPT. Yəni, burada ehtiyac yoxdur bunu verməyə. Neyse, cavab 7. Yəni, bunları mən düzəldəcəm. Əndi vermisənsə, birinci tərəfdə Z, birinci tərəfdəki ismin, yəni əndin sonundakı ismin qabağına Z-ni vermisənsə, ikinci tərəfə verməyə ehtiyac yoxdur. Neyse, şükür, 1 saat 19 dəqiqə. Hələlik.